Salam, mən STEAM L Tədris Mərkəzinin Rus dili müəllimi İskərzadə Samira. Bu günləri sizə 6 aprel keçirdiyiniz sınav imtahan suallarının cavablarını birlikdə baxacağıq sizinlə. 1-dən 5-ə qədər dinləmə mətninə gəlir. Dinləmə mətn suallarını cavablamaq üçün mütləq və mütləq şəkildə suallarla tanış olmaq lazımdır. Sonra 2 dəqiqədən sonra dinləmə səsləndirdikdən sonra sualların cavablarını axtarmaq daha da rahat olar. Gəlin, İlk önce suallara bakalım. Birincisi, какой обычай у таджиков в Новрузе? İkincisi, дополните диалог фразами Светы. Üçüncü, близким по значению слов обычай и обряд является. 4. Укажите лишнее, yani artığı qeyd edin. 5. Ответ на какой вопрос нет в тексте. Mütləq və mütləq şəkildə variantları da oxuyun, sualları da oxuyun. Yəni, görün sizdən nə istəyir. Gəlin dinləməyə qulaq asaq və sualların cavablarını axtaraq. Yəni, bizdə sualların cavabları nədir? Володя, зачем ты звонил мне? Света, у меня 2 билета в Баку. Я знаю, что ты давно мечтаешь побывать там. Поэтому я звонил тебе, чтобы предложить тебе поехать вместе. Да, это моя мечта побывать в Баку. Но я хотела бы посетить в Баку в марте. Почему именно в марте? Потому что Baxın, burada deyir, doполни dialog frazını Sveta. İkinci suala baxaq. Deyir ki, dialogu tamamlayın Sveta'nın ifadələrini. Yəni, nə deyir? Volodya deyir, почему именно в марте? Yəni, niyə imенно martda sən istəyirsən, yəni, getmək? O da deyir ki, bizdə, потому что в марте в Azərbaycane отмечают праздник Novruz. Yəni, mart ayında Azərbaycanda Novruz bayramını qeyd edilir. Ona görə 2-də bizdə avtomatik olaraq C variantı olur. в Азербайджане отмечают праздник Новруз. И я очень хочу увидеть, как они встречают Новруз. Об этом празднике я только слышала и смотрела по телевизору. А теперь хочу увидеть все своими глазами. Мне очень интересно. А почему именно Баку? Новруз отмечают и другие народы. Например, казахи, узбеки, киргизы, афганцы. Baxın, deyir ki, 4-də ukarıcı lişniyəyə artığı istəyir. Ona görə mütləq və mütləq sualları mütləq oxuyun və anlayın sizdən nə istəyirlər. Burada bax, deyir, Novruz atmıçaydı, yəni qeyd edilir. Bir də qulaq asın, hansı xalq onu da qeyd etmir? Глазами. Мне очень интересно. А почему именно Баку? Новруз отмечают и другие народы. Например, казахи, Eşidirsiniz, Kazaki, Uzbeki, bunlar artıq aynəndə olmaz. узбеки, киргизы, афганцы и многие другие. Və Sari Lahidə deyir. Və türkləri demədi, ona görə 4-də artığı Y olur variant, lişniyə. Dəlşin. Ты знаешь, Володя, у меня была однокурсница из Баку. Она всегда рассказывала, как они празднуют Новруз. Она каждый год в марте угощала нас пахлавой. Я думаю, что бакинская пахлава самая вкусная. Понятно. А ты знаешь, что Генеральная Ассамблея ООН объявила 21 марта Международным днем Новруза? Собственно говоря, это Новый год согласно древнему восточному календарю. Этот праздник является символом весеннего обновления, торжества любви, плодородия и дружбы. Birdə, baxın, 5-də var ha. Bir ответ на какой вопрос нет текста. Yəni, mətndə hansı sualın cavabı yoxdur. Düzdür, bunu səsləndirdilər. Bəs 10-21 mart Novruz bayram günü elan etdi. Amma в каком году, neçənci ildə demədik, istəyən deyən dinləməni verim biraz əvvələ. Понятно. Baxın. А ты знаешь, что Генеральная Ассамблея ООН объявила 21 марта Международным днем Новруза? Baxın, ili demir, sadəcə deyir 21 mart, amma burada каком году, ona görə bu sualın cavabı yoxdur. Artıq avtomatik olaraq biz bilirik. 4-də bizdə Y oldu, 5-də A oldu. 3-ün cavabı yazıb ki, близкий по значению слов обычай обряд, yəni adət-ənədə söhbət gedir. Ona görə avtomatik olaraq bu olur bizdə D, tradisiya. Bunlar artıq bir-birinə yaxın mənalı sözlər olur. Qalır sadəcə A sualın cavabını tapmağa. Собственно говоря, это Новый год согласно древнему восточному календарю. Этот праздник является символом весеннего обновления, торжества любви, плодородия и дружбы. Интересно, обычаи и обряды у всех народов одинаковые? Да, Света, одинаковых обрядов много, но и разных тоже. Например, накануне праздника люди приводят в порядок жилье, расплачиваются с долгами, мирятся со всеми, с кем были в ссоре. Еще число 7 является обязательным. У казахов это число заключает в себе 7 дней недели. Каждый должен посетить 7 домов и пригласить 7 гостей. А у таджиков на столе обязательно должна стоять пища.
Baxın, taciklardan söhbət gedir. Bir də belə, какой обычай у таджиков Novruzi? Yəni, hansı adətlər olur taciklarda? Hansıdır ki, Novruzda? O da deyir ki, baxın, burada bir də qulaq asın. Заключать в себе 7 дней недели. Каждый должен посетить 7 домов Bu и taciklarda пригласить 7 гостей. А у таджиков на столе обязательно должна стоять пища, состоящая из 7 блюд, названия которых начинается с буквы «С». Все, avtomatik olaraq bu bir oldu. У них на столе обязательно должна стоять пища, состоящая из 7 блюд. Yəni, mütləq şəkildə onların masasında belə bir yemək olmalıdır ki, hansı ki, yemək olmalıdır ki, 7 yeməklərdən hansı ki, S hərfi ilə başlayır. Belə, avtomatik olaraq bizdə dinləmədə oldu 1A, 2C, 3D, 4Y, 5A. Gəldi dinləmə mətni. Dinləmə mətni, üzr istəyirəm. Gəlir biz yazılı mətnə. 6-dan 10-a qədər yazılı mətn olur. Mətni, tərcüməni bilən uşaqlar mütləq şəkildə mətni oxuya bilərlər. Amma dediyim kimi, tərcüməni çox zəif bilən və yaxud da ümumiyyətlə məlumatı çox azdır. Avtomatik olaraq sualların cavablarını başdan axtarmayıq. 6-1-dən 6-4-ə qədər əgər 4-ü düz yazsız 1 bal, 2 düz, 2 səhv heç bir bal verilməyəcək, 3 düz, 1 səhv 0-dan 5 bal veriləcək. Yazır ki, 6-1-də Самый старый Platon растет в Китае. Və gəlin baxaq, burada Самый старый Platon bu yerlərdə var idi hardasa. Ümumiyyətlə Kitayı tapın, görün, yəni bununla bağlı orada varmı, yoxsa yox? Yəni Kitayla bağlı. Gəlin baxaq. Kitay. Китай, где у нас? Китай var, ama orada mı? Bakın, самое старое дерево, известное ныне, застало еще сожжение Великой Китайской стены, но rastет она не в Podnebesной, а в Turции. Bakın, orada yetişmir, ama yani orada yetişmir, deyir Türkiyədə. Türkiyədə yetişir, ona görə avtomatik olaraq bizdə 6-1 B variantı oldu. Gəldi, biz 6-2'ye deyir. Aplatini рассказывает много преданий. Yəni, çoxlu miflər var da o ağac haqqında, Aplatini. Bu bizdə A, doğru variantı. Nəyə görə? Gəlin baxaq, burada da bu haqda hardası vardı. Askолько истории легенд рассказывает о Платоне. Yəni, eyni şeydir. Predanya, legenda və s. Lakin bunlar yaxın mənalı sözlərdir. Ona görə bu da doğru cavab olur. 6-3-də bizdə nə istəyir? Выделено в тексте слово имеет значение настоящее время. Yəni də işarə edilmiş söz hansı ki, mətndə mənası настоящее время, yəni indiki zamanda. Gəlin baxaq. 6-3-də nə yazılıb? Ныне. Самое старое дерево известно ныне. Yəni ən qədim ağac hansı ki, indi də bilinir. Ныне sinonimləri əgər öyrənirsinizsə, elə настоящее время deməkdir. Ona görə bu da doğru cavab olaraq sayılır. 6-4-ə baxaq. Грузию Platon привез царь Ираклий. Gürcüstanı gətirib. Düzdür, Gürcü haqqında burada Gruzinski çardan söhbət gedir, amma Gürcüstanı gətirmək haqqında heç bir məlumat yoxdur ki, ona görə bu variant olur. İndi gəlin baxaq. Под Платоном в 18 веке грузинский царь Ираклий принял судьбоносное решение обратиться к Российской империи. Sadəcə bir qərar verilib. Yəni bu Gürcüstana gətirilir və deyə bu haqda məlumat yoxdur. Ona görə avtomatik olaraq bu B variantı olur. Gəlirik 7-ci suala. 7-ci sualda deyib, каким словом можно заменить выделенное слово предложением? Cümlə isə verilib, deyir, у восточных народов величают чинары. Mən də bilmirəm. Deyir ki, величают чинары. Çınar ağacın adıdır. Ona görə, yəni deyib ki, şərq xalqlarında çinarı ilə, bilmirəm величают falan nə deməkdir. Əgər bu ağacdan söhbət gətirir, yəni adı çinardır da, bizdə cansızlarda nazivayt adlandırılır sözü olaraq. Buna görə величают sinonimi olur, nazivayt. Yəni adı çınar ağacı sayılırdı. Adı çınar ağacıdır. Ona görə avtomatik olaraq 7-də D variantıdır. Gəldi 8-ə deyir, укажите лишнее, artığını istəyir. Ona görə uşaqlar görərlər ki, bütün ağaclar var, amma yəni bilməyə bilərlər. Ona görə mütləq sualın şərtinə baxın. Deyir, Platon nazivayt adlandırır. Bunlar hamısı adı ola bilər, amma biri olmaya bilər. 7-də bizdə D var, yox, üzr istəyirəm, 8-də bizdə C variantı. Nəyə görə? Gəlin baxaq. Platon ili çınar, значит eyni şeydir. Ona görə çınar olur. Avtomatik olaraq mən A variantı atırım. Yəni Platona çınar ağacıdır sayılır. Sonra gəlin baxaq hansı olur. Pugovich'nin deribin, Vostochный klyonun adı часто его называют. Yəni tez-tez onu adlandırırlar. Vostochный klyon var, var. Y variantında atırım. Pugovich'nin deribi var, attım. Qaldı B ilə C variantı. İndi bilmirəm, bu var yoxsa Tenista deribi, 7 bratьев. Gəlin dəlşi yenə də baxaq. Dəlşi vaxtı yenə də vardı burada, amma yenə də baxaq. Так, кочевали, ландшафты.
Также его и называют и тенистым деревом. Burada var idi. Ama gelin bir de baxaq. Bax, sembrativ ağacın adı deyil ya. Yəni, bunlar hamısı bir-birinə yəni, yaxındılar. Deməli, gəlin baxaq, bu tenisto derevo haradaydı? Также его еще назвали. Gəlin burada oxuyaq. Ona görə baxın, mən indi bilmirəm bu mətnin harasındadır. Amma yəni bilirəm. Hə, baxın. Поэтому его еще одно имя тенистое дерево. Ona görə mütləq axtaranda cavabı bura, ora falan gözünüzü gəzdirməyin. Hələ bir-bir başlayın burada cümlələri bir-bir, amma diqqətli dəqiqli olub tez-tez oxuyun. Çünki dedik, mən bir də bura baxıram, bir də aşağı baxıram, yəni görməyə bilərəm. Görməyə bilərəm, ona görə elə sıralama ilə bir-bir bu cür yəni axtarın. Baxın, iş adının bir dənə də adı tenisto derevo. Avtomatik olaraq bizdə burada artığı oldu. C variantı sembrativ. 9'da deyir, на какой вопрос нет ответа текста. Yəni, yoxdur sualın cavabı. Deyir, сколько лет живет Platon? Platon neçə il yaşayır? Burada bu haqda var deyə ona görə gigantik Platon возрастной возрастной производитель nə bilir? Yəni, bu qədər yaşı falan var deyə, значит, bilinir həm də yaşı, həm də yuxarıda da yəni bu haqda məlumat var deyə və ən qədimi və sairələr ki varsa, значит, bunun artıq bilinir ki, yəni, bu çox yaşayır bu ağac. Ona görə bu cavabı götürmürük biz. Burada bu variantı nədir? Как назвать Platon Türkmeniya? İmенно bu sualın cavabı yoxdur. Deyir ki, Türkmeniyada o Platon necə adlandırılır? Düzdür, uşaq yayına bilər gözü. Burada Türkmenskaya niyeba yazılır. Yəni, Türkmen səmasından söhbət gedir. Amma yəni deyilmir ki, necə adlandırılır ağac. Deyir, как будто подбирая голубое туркменское небо возле поселка Фируза растет тысячелетний Platon. Amma yəni deyilmir. Yəni adı necə adlandırılır və s. Lakin ona görə 9'da B cavab. Bax, deyir, сколько лет самому старому Platon'u. Bu da burada var, самый старый Platon. Burada bayaqlarda biz oxumuşdu. Ona görə dediyim kimi bizdə cavab B variantıdır. Ders 10'da deyir, yukarısı verən utvrdiение, doğru olan sualların cavabı. Burada bizdə 2 ilə 3. Nəyə görə 2 ilə 3? Deyir ki, по преданию 18 веке под Платоном Сократ дискутировал со своими учениками. Под Платоном дискутировал. Mən elə onu tapıram. Burada Platon ağacın altında değildi diskutировал. Düzdür, bu burada var, amma yəni o ağacın altında deyil deyə. Ona görə baxın, рассказывает, что под кроной Платона древнегреческий философ Сократ дискутировал со своим учеником. Yəni под кроной Платона, yəni Platon altında deyil. Ona görə bizdə də nə istəyirdi? Cavablara baxaq. Doğru cavabı istəyir. Ona görə biri mən götürə bilməyəcəm. 2'də deyir ki, Platon имеет лечебный söz, yəni müalicəvi xüsusiyyətləri var və gəlin baxaq ki, Platon müalicəvi xüsusiyyətləri var diyorsun. Bəli, burada vardı. Baxın, используется он медицин, tibbdə istifadə olunur. Ona görə müalicəvi xüsusiyyətləri var. Ona görə avtomatik olaraq mən bu cavabı götürürəm doğru cavab olaraq. 3'də deyir ki, высаженные в городах Platon напоминает прошлое. Yəni şəhərlərdə əkilmiş o həmin ağaclar, Platonlar keçmiş haqqında, keçmişi bizdə xatırladı. Burada da var, baxın, Чинары высаживают города с прохладным климатом. Дерево несет не только эстетическое наслаждение, но и неуловимый шлейф далекого прошлого. Yəni, keçmiş qədimindən də yəni, bizə bəxş edirdi. Ona görə bu doğru cavab olaraq götürürük. Окружность ствола самого старого Платона 18 метров yazıb ki, самый старый değil, sadece уникальный Platon ствола 18 метров. Поэтому dedim ki, bu cavab olaraq da götürmürük. Gəldim növbəti mətnə 11-dən 15-ə qədər. Pamukkale mətni 2023-cü ilin qəbul mətnidir. Ona görə uşaqlar bu sualların cavabını, bu mətnin cavabını tapa bilirlərsə daha çox. Yəni bu müsbət bir nəticədir. Çünki dediyim kimi qəbulun mətnidir. Gəlin baxaq. 11.1'də bizdə nə istəyir? Biri вот в Pamukkale, фиолетовый цвет. Və Pamukkale'dən burada danışır. Burada yazılıb Galubayevada. Yəni mavi sudan söhbət gedir. Ona görə 11.1 bizdə B variantı olur. Yəni doğru deyil avtomatik olaraq. 11.2'də deyir, следует купаться на самых террасах. 11.2 də B variantıdır. Deyir ki, terrasalarda yəni olar da çimməyə. Amma burada baxın, tərcüməni bilən uşaqlar rahatlıqla tapa bilər. Deyir, на самих террасах купаться запрещено из-за специфического sostava воды. Yəni suyun spesifik tərkibinə görə qəti qadağandır, yəni orada çimməyə. Ona görə avtomatik olur, amma burada çimməyə olar deyə ona görə avtomatik olaraq bu B variantı olur. 11.3'də deyir ki, Бассейн Kleopatra находится в регионе Denizli. Bəli, Kleopatra region Denizli'də. Çünki buradan elə avtomatik olaraq da bax deyir ki, region Denizli'də 17 dənə горячий водоем var və sonra bir-bir bunlar haqqında deyilir. Avtomatik olaraq 11.3 A cavabı olur. 11.4'də deyir ki, Pamukkale означает хлопковая крепость. Dırnaq içində yazılıb, mən
mən də mətnin əvvəlinə baxıram. Burada yazıb ki, Pamukkale терминальный источник, термальные источники в Турции. Потом это название дословно в переводе из турецкого языка означает хлопковая крепость. Ona görə avtomatik olaraq demir ki, niyə falan inkar yoxdur burada. Ona görə avtomatik olaraq bu doğru cavab olaraq olur. 12-ci sualda bizdə nə istəyir? 12-də deyir ki, Укажите утверждение, которое не соответствует содержанию текста. Yəni, mətn məzmuna uyğun deyil. Düzdür, burada görərsiniz ki, glubina baseyni 320 metr. Amma deyir, glubina baseyni Kleopatra 320 metrdir. Kleopatra haqqında da burada deyir ki, onun dərinliyinə söhbət gedir. Amma burada Pamukkale'nin bir baseyni var deyə. Bax, bu o из источника. Bax, burada здесь находится гимназия, здесь находится термальная вода, выходящая из источника, проходит 320 метров и достигает travertина. Ona görə bu da bizdə doğru cavab deyil, yəni səhv bir cavab olaraq götürürük. 13-də bizdə ukajitel lişniyə artığını istəyir. Dedim ki, 23-cü ilin qəbulundur. Basit Kleopatra lişni olaraq deyir ki, 13 bizdə B olur. Nəyə görə? Kleopatra tapırıq, amma burada yazılıb ki, niye B değil? Попомни напоминает лилии, раковины, чаши. Ama bir tane burada bakın. Pamukkale полностью покрыта travertinom, напоминает лилии, раковины, çaşı. Ama Kleopatra bu Pamukkale'dir. Ona göre o səhv olur. Ama Kleopatra buradadır və Kleopatradan burada deyirlər. Və gəlin baxın, bax Kleopatra budur. Расположен над магматическим карманом. Mən də baxırım, bu hardaydı? Buradaydı. Bakın где он расположен. Bak, расположен над магматическим карманом. Потом sonra deyir ki, hardaydı burada? Bakın, происходит постоянное обновление, минерализация, постоянная минерализация, ona göre bu da var. Поделен на две части, iki sayı находится на территории, потом нагревает земную поверхность, поделен на две части, iki sayı bölünüp, bu da var burada. И находится в Аэрополисе, bu da burada var diye. Bakın, сегодня turizm Aeropolis'e burada nə bilim, basen, Kleopatra baxa bilər və s. Lakin avtomatik olaraq ona görə bunlar hamısı var. Bir dənə B yoxdur. Ona görə B avtomatik olaraq cavabdır bizdə. 14'də в каком значении употреблено слово источник в тексте? Mətndə yəni. Və mən də bilmirəm mənasını. Burada olur B variantı, stroyavadır və bilmirəm nədir. İstoçniki bu yanlarda tapırsınız. Yəni necə deyir, nədən deyirdi. Ona görə. Ona выходит из источника. Oradan çıxır. Ona görə stroyavadır. Yəni su axıtısından söhbət gedir də. Ona görə B variantı bizdə doğru cavab olur. Gəldi 15'ə. На какие вопросы можно найти ответ в тексте? Yəni, hansı sualların cavablarını tapmaq olur mətndə. Çox vaxt açıq suallar belə olur. Ya sualın cavabı var və yaxud da sualın cavabı yoxdur. Keçən il qəbuldadır, bundan qabaqki qəbuldadır. Bu tipli suallar düşmüşdür. Doğru cavablar 1, 3, 4. İndi nəyə görə baxaq? Каким лечебным свойством обладает бассейн Pamukkale? Yəni, hansı müalicə xüsusiyyətlərinə Pamukkale hovuzları malikdir? Və burada var idi hansı müalicə xüsusiyyətlər? Gəlin baxaq. Bu hansı müalicə xüsusiyyətləri? Baxın, такой волшебство способствует успокоению нервной системы, yəni sakitləşdirir əsəb sistemini, снижает напряжение, gərginliyi alır, yəni götürür, помогает справиться с кожным заболеванием, yəni kömək edir dəri xəstəliklərlə mübarizə aparmaq və s. Yəni görürsünüz. Ona görə bu sualın cavabı bizdə var. 2'də baxaq. Как можно поехать? Yəni necə Pamukkale'yə getmək olur? Əvvəldən oxusunuz axıra qədər, yəni burada necə getməklə yazılmır. Sadəcə gözəlindən və s. haqqında deyilir, amma necə getmək haqqında yoxdur. Heç поехать sözü yoxdur, yəni mətnin içində. Ona görə bu sualı götürmürük. 3'dədir. Когда был основан термальный курорт Aeropolis? Çox vaxt suala deyir ki, mənim yoxdur axı burada. Amma əgər deyir ki, antikli falan, yəni bilinir ki, bu qədimdə olub deyə, ona görə artıq bilinir. Antikli yaratı. Yəni bilinir ki, yəni bu çoxdan olub, ona görə bilinir. Tam drevni arxitektura, yəni qədimdən artıq olub deyə. Ona görə mən də bunu doğru cavab olaraq götürüm. Sırf tərcüməyə bilən uşaqlar daha rahatdır bu cavabı tapmağa. 4'də də nə deyir? Deyir ki, почему турецкие власти обратились в ЮНЕСКО? Nəyə görə müraciət ediblər, yəni Türk hakimiyyəti ЮНЕСКО-ya? Və burada da yazılıb ki, bakın burada deyir ki, после того, как турецкие власти обратились, большинство террас восстановили, вернули было белоснежное. Nəyə görə burada deyir ki, к великому сожалению, за годы туризма travertin в некоторых местах стали напоминать не только хлопковые, а снежные сугробы. После этого da bundan sonra da турецкие власти müraciət etdilər. Artıq terrasaları necə deyirlər, восстановили, yenədən yaratdılar yox. Yenədən onları bərpa elədilər.
Ona göre bu sualın cevabı da var. Avtomatik olarak burada olur 1, 3, 4. Metinlerden tutardı, geldi qrammatik suallarına. 16'da deyir ki, sostavьте dialoq. Keçən il qəbulda da hər iki imtahana mətin qurma düşmüşdü. Bundan qabaqki qəbullara mətin qurmaq düşmüşdü. Amma keçən il dialoq qurmaq düşmüşdü. Ona görə gəlin 16'ya baxaq. Deyir, здравствуйте, salamlaşaq. Ya bu хотел изменить визу. Mən istərdim vizanı dəyişdirmək. Mən də baxıram, hansı sualı da var ki, cavabı bizdə salamlaşmanın. Baxın, 4'də var. Ona görə avtomatik olaraq bütün varianta gedir. Ya A-dır, ya D-dir. Deyir, добрый день, по какой причине? Hansı səbəbdə? Mən indi bilmirəm. 2 yoxsa 1. Mən 2-yə əgər seçsəm, 2-də baxın nə deyir? До свидания, sağ olun. Axı mətin hələ dialoq təzə başlayıb. Mən niyə до свидания seçerim? Avtomatik olaraq 1-ə baxır. Bir də deyir, хорошо, yəni yaxşı, вам нужно записать заявление. У вас есть при себе паспорт? Yəni pasport var. Avtomatik olaraq bu burada nədir? Da, pasport, зачетная книжка у меня с собой. Yəni mənim yanımdadır da. A вот spravki avtomatik olaraq burada biz bilirik. Sonra 3 bax deyir ki, a вот spravki iz dekanatı нет. Yəni spravka dekanatdan yoxdur. Avtomatik o çox təəssüf ki, yoxdur. Avtomatik olaraq D variant sualın cavabı olur bizdə. Gəldi 17-yə deyir, в каком словосочетании выделенное слово употреблено в прямом значении. Yəni həqiqi mənada söz birləşməsinin hansıdır? 2023-cü ilin qəbulunda bu tipli sual düşmüşdü. Düzdür, cavab bu deyildi. Amma bu tipli oxşar sual düşmüşdü. Həqiqi mənada. Gorka sözü acı tali. Ona göre bu həqiqi mənada deyil. Gorka isini ya acı həqiqət. Bu da məcazi mənadadır. Gorka acı həyat. Bu da məcazi mənadadır. Gorka pravda acı doğruluqdur. Həqiqətdən söhbət gedir. Bu da məcazi mənadadır. Qalır. Gorka jidkis. Mayədən söhbət gedir. Acı. Ona görə həqiqi mənada C variantı olur bizdə avtomatik olaraq. 18'də deyir, выберите правильный variant. Doğru variant seçin. Deyirəm, niyə нужно много тренироваться? Yəni mən çox məşq eləməliyəm. Bu da buna qabaqki qəbullardan götürmüş bir suallardan biridir. Cümləni tamamlamaq lazımdır. Çoxlu mən məşq etməliyəm. Nəyə görə? Burada buna görə də çempionat miri olar. Yəni dünya çempionatı olar. Yəni mən bunu götürə bilməyəcəm. Burada doğru cavablar olur 18'də. B variantı. Bilirsiniz niyə? Çünki deyir ki, mən lazım çoxlu məşq etmək. İdman ustadı olmaq üçün, döyüş idman ustadı olmaq üçün ona görə 3'ü götürə bilərəm və 4'də deyir ki, çünki mən iştirak edəcəm dünya çempionatında, ona görə avtomatik olaraq məntiqin bu cümlələr daha doğrudur. Amma 2'də deyir ki, mənə lazımdır çoxlu məşq etmək, hərçənd baxmayaraq mən istəyirəm idman akademiyaya qəbul olmaq, yəni məntiqsizdir. Bir də deyir ki, buna görə də başlayır dünya çempionatı, ona görə məntiqsizdir. 19'da deyir ki, bu Выберите в данном предложении синонимичное. Baxın, cümləsi verilibsə, yəni bu cümləyə sinonim tapmaq lazımdır. Moи родители, mənim valideynlərim xarici dilləri bilmirlər. A, niyə seçə bilmirəm? Deyir, mənim valideynlərim rusca və ingiliscə danışırlar. Bunu götürə bilmərəm, çünki deyir, mənim valideynlərim bilmirlər xarici dilləri. 2'də B'də deyir ki, mənim valideynlərim yalnız doğma dildə danışırlar. Bax, bunu götürə bilərəm, çünki xarici dillər bilmirlər, ona görə məntiqən bu cümlə daha doğrudur. C'də deyir ki, mənim valideynlərim yalnız bir dənə xarici dildə danışırlar, bunu heç götürə bilmərəm. D'də deyir ki, mənim valideynlərim xarici dil öyrəndilər, qəti şəkildə götürə bilmərəm. Y'də deyir ki, mənim valideynlərim xarici dillərlə məşğuldurlar, ona görə bunu götürə bilmərəm. Avtomatik olaraq B variantı doğru cavabdır. Bundan qabaqki qəbullarda tezdə düşə biləcək bir suallardan biri. Yəni cümləni verirlər, sinonim cümlə tapmaq lazımdır. Gəldi 20-ciyə, paronim hər il qəbulda bizdə paronim sualı düşür. Deyir ki, укажите ошибку, yəni səhvi tapın. Vit intelligentli doğrudur. Yəni çünki intelligentli qəti şəkildə seçə bilmərəm. Человек изобретательский seçə bilməm. Yəni yaradıcı insandan söhbət gedir ki, yəni bir şey yaradır ki, изобретательный var. Mən uşaqlar demişdim, Liva ilə Iva ilə bitən sinonim, paronimlər mən çox vaxt insan sözünü uzlaşdıra bilirəm. Amma ski-nin mən demək olar ki, nadir istifadə edirəm, yəni istifadə edə bilmərəm deyə. Ona görə burada səhv B variantıdır, изобретательный olmalıdır. Seçici bir hüquqdan söhbət gedirsə, bu olar prav-izobratивный. Kaplə dajlivaya olar, çünki damcı yağışdan ibarətdir. Dajlivayı seçə bilmərəm. Dajliva yağışlı, sezon ola bilər, день ola bilər və s. Pagoda ola bilər, hava. Rебенок годовалый doğrudur, yəni 1 yaşlı körpədən söhbət gedir. Годовой plan olar. Ona görə burada səhv cavab B variantıdır. Beləliklə suallarını qurtardı, qaldı S. S-də 150-200 arasında olmalıdır. 2'dən sual verib, deyir, некоторые люди считают, что развитие в области науки и технологий приведет к улучшению качества жизни. Вы согласны или не согласны с этим мнением? Ve 2'de de deyir, некоторые считают, что дети должны быть ознакомлены с традиционными и нравственными ценностями с раннего возраста, чтобы они росли с сильным чувством этичности. Вы согласны или не согласны с этим мнением? Раскройте свою мысль, указывая причины и приводя примеры.
Siz birini seçirsiniz. Dediyim kimi, qəbulda da bir işarə edirsiniz və bir və yaxud da ikinci sualın cavabını vermək istəyirsiniz. Dediyim kimi 150 arasında, 150-200 arasında limit olmalıdır ki, yəni mən bu limiti aşım. Belə, buyurun.